Correct sentences. Düzgün cümlələri seçin. Nice and my classmates, nor my teacher was at school yesterday. Cümləmizdə mübtəda xəbər uzlaşmasına diqqət edəcəyik və nice nor bağlayıcısında nordan sonra, yəni ikinci tərəfdəki isim nədirsə, xəbər onunla uzlaşır. My teacher üçüncü şəxsin təki olduğu üçün wasla uzlaşması düzgün hesab olunur. İkinci cümləmizdə the number of people with sleeping problems are rising. Ümumiyyətlə, the number of ifadəsində özündən sonra cəmsim ancaq xəbər tək olmalıdır. Xəbərimiz are rising cəm olduğu üçün variant yanlış hesab olunur. Making good decisions are always important in life. Cümləmiz gerundla başlayırsa, demək ki, mübtədamız gerundla ifadə olunub, yəni yaxşı qərarlar verməkdən söhbət gedir. Tək hesab olunduğu üçün xəbərimiz is olmalıydı. Are yazılıb deyə yanlışdır. The habits of unhealthy eating cause many problems. Sözünü varsa sözündən əvvələ baxmaq lazımdır. Habits cəm olduğu üçün xəbərimizin də cəmdə olması düzgün hesab olunur və 1-4 ümumi C variantı doğru cavab kimi götürülür.